Bugün ölkəmizdə Laçın şəhəri günü böyük qürur, sevinc və zəfər duyğuları ilə qeyd olunur. Bu əlamətdar gün Laçının öz doğma sakinlərinə qovuşmasının, illərlə həsrətində olduğumuz torpaqlara dönüşün rəmzinə çevrilib. Əslən Laçın rayonundan olan Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov da bu əlamətdar gün münasibətilə televiziyamıza müsahibə verib. 4 il bundan öncə 26 avqust tarixində Laçın şəhəri ermənilərdən tam təmizləndi və ordumuz Laçını nəzarətə götürdü. Və bu il prezidentin fərmanı ilə hər il Laçın şəhəri kimi qeyd edilir. Laçın nə verdi? Laçının azad olması. Elə həmin vaxtlardan başlayaraq Laçında geniş abadlıq quruculuq işləri başlandı. Laçın bir Avropa şəhərinə çevrildi. Ən önəmlisi Laçında yaşayanmış, keçmiş yaşamalı sakinlər öz evlərinə dönmə imkanını əldə etdilər. Bu çox vacib faktor idi. Hər kəs öz nostalji hissləri ilə Laçında yaşamağa başladı. Və bu iş üçün mən Respublika Prezidentinə Laçınlar adından təşəkkür eləmək istəyirəm. Və düşünürəm ki, Laçın gündən-günə də inkişaf edib. İndi o yaxınlarda qayıtdım, kanat yolu çəkilir və və bu proses davam edəcəkdir. O, Laçınla bağlı duyğularını bölüşərək doğma yurd yuvasına qayıtmaq arzusunun hər bir Laçınlının qəlbində yaşadığını vurğulayıb. Şahin Məmmədov bildirib ki, Laçınlılar illər boyu böyük həsrətlə gözlədikləri doğma torpaqlarına getmək, ata-baba yurdlarının havasını yenidən udmaq üçün səbirsizlənirlər. Hər kəs öz yaşadığı doğma kəndinə qayıtmaq istəyir, orada məskunlaşmaq istəyir. Hər kəsin öz vəsaiti hesabına öz evini bərpa etmək və yaxud dövlət biraz yardım etməklə evini bərpa etmək imkanı yaradılmalıdır. Və bu olarsa, yəni müştərək həm dövlət bir tərəfdən deyək ki, yaşayış yerləri olmayan üçün deyək ki, bir neçə kəndi birləşdirib ki, bir tərəfdən də sakinlər özləri öz yurdlarını bərpa edir. Bu iki proses məskunlaşma prosesini sürətləndirəcək. Bir də bir önəmli məsələ var ki, o zaman deyək ki, Laçında, Qubadlıda yaşamış insanların daha çox həvəsi var ki, dədə-baba yurdlarını bərpa etsinlər. Vacib deyil ki, bir evdən 8 nəfər varsa hamısı ev alsın. Yox, bir nəfər varis seçilir, ata-baba yurdu onun mülkiyyətinə verilir və də orada evini və həyətyan sahəsini bərpa edərək kənd təsərrüfatı ilə məşğul olmaq imkanı əldə edir. Laçınlıların illərlə çəkdiyi həsrət artıq sevincə çevrilir. Doğma torpağa qayıdış isə hər bir Laçınlının ürəyində yeni bir səhifə açır. Laçın günü münasibəti ilə Laçınlıları təbrik edirəm. Onlara Laçınlı günlər arzulayıram. Laçın yaşayır, Laçın dirçəlir və Laçın öz övladlarını bağrına basır. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.